Deməli, ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxsaq, çevrə üzrə bərabər sürətli hərəkətdə veriləni nəzərə alaraq D çevrə üzrə bərabər sürətdə uzunluğu 2 metrin radius vektorunun dönməbucuğu. Deməli, R bərabərdir 2, Fi bərabərdir 4, T bərabərdir 2. Və bizdən soruşur, mərkəzə qaçma tədicinin zamandan asılı qrafikini çəkin. Deməli, A-nın T-dən asılılığı təbii ki, zamandansa modunu sabitdir. Amma hansı qiymətdən? A bərabərdir. Omega kvadratı vur R-dən istifadə edə bilərik. Çünki omega bərabərdir fi bölək T. 4-ü 2-yə bölsək 2. Onda A bərabərdir. 2-nin kvadratı vurulsun 2. O derəcə 8. 8-dən sabit. İkinci, bucaq sürətin zamandan asılı qrafiki. Demişik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə radius sabitdirsə, bu zaman omega T'dən asılı deyil. Omega T'dən asılı olmayacaq. Və 8 ilə 4-ə bölsək omeganı verəcəkdir. Sabit 2-dən sabit. Üçüncü sual. Buna aid əvvəlki başlıqlarda yazmışıq, mövzuda yazmışıq. 30 dəqiqə ərzində saatın dəqiqə əqrəbinin ucu nöqtəsinin getdiyi yol. Əgər saatı çəksək, 12 burada olsa, 30 dəqiqə düşəcək bura. Dəqiqə əqrəbindən söhbət gedir. Bu zaman gedilən yol L bərabərdir. Ümumi çevrənin 2də 1 olacaqdır. Yəni pi olacaqdır. Yer dəyişmə isə S bərabərdir. Görürsünüz uşaqlar. Bax, deməli, buradan bura başlanğıc və son. Tənbəl üsulu. Ən qısa məsafə diametr olacaqdır. D. Yəni 2R olacaqdır. Onda L bölək S-i tapsaq, pi R bölünsün 2R. O da bərabərdir. Pi bölünsün 2 və ya 1/5 kimi göstərə bilərsin. Dördüncü sualda xətti sürətə baxmışıq. Dedik ki, V dəqiqə bölünsün V saat. Periyodun tərs qiymətlərindən asılıdır. Burada olacaq T saat bölünsün T dəqiqə. 2 dəfə qısa da desə vuracaqsınız 2-yə. Bərabərdir. Saat əqrəbinin periyodu 12 saatdır. Bölürük. Dəqiqə əqrəbinin periyodu 1 saatdır. Vururuq 2-yə 24. 5-ci sualda yuxarıda izah elədiyimiz 45 dəqiqə ərzində misaldandır. 45 dəqiqə gələcək bura. Bu tərəfdən gəlsə, yaxşı. 45 dəqiqədə çevrənin 4də 3-ün gedib. 2 pi R. O da olacaq pi R bölü 2 vuraq 3. Yer dəyişmə S bərabərdir. Bəlkə yadınızda qala 4də 1-ində, 4də 3-ündə yer dəyişmə kök 2 R idi. R-i də S-ə böləcəksiniz. 6-cı sual. Əgər saat əqrəbi istiqamətdə fırlandığını nəzərə alsaq, buradan V-dirsə, R bölü 2-yə görə. A nöqtəsində V-dir, veribdir. B nöqtəsində isə olacaq 2V. Yəni, radius 2 dəfə artıbsa, məsafə daha doğrusu 2 dəfə artıbsa, onda sürət də 2 dəfə artacaqdır və bir-birinə nəzərləndirir. Yazırıq VBA bərabərdir 2 V çıxaq V. Eyni istiqamətdə sürətlər çıxılır V. 7-ci sualda. Yenə saat əqrəbi istiqamətində götürsə, əksinə də götürə bilərsiniz. Əgər bura V-dirsə, veribdir sözlərində. Buradan isə bu şəkildə 2V olacaq. Onda bir-birinə nəzərən deyilsə VBA bərabərdir. Əks istiqamətdə sürətlər toplanır, 3V olacaq. 8-ci sual. A vəziyyətini keçəndən sonra periyod olub 4 saniyə. Bura gəldi 1 saniyə, 2, 3, 4 və bizdə 5-ci saniyədə gəlsək 5 düşəcək bura. Deməli, sürəti sağa doğru yadınızda da bu şəkildə fırladırdıq və buradan atırdıq eşiyə. Onda olacaqdır 1 xətti sürət, mərkəzə doğru da A olacaqdır. 9-cu sual. 1, 2 və 3 sürətlər arasında hansı münasibət doğrudur? Bunu əvvəlki mövzuda da izah elədik. Deməli, A-nın 1-ə nəzərən. Deməli, A-da sürət olacaqdır yuxarı doğru. 1 də sağa, 2 də aşağı, 3 də sola. A-nın 1-ə nəzərən olacaqdır deməli, kök 2, 2. 10-cu sual. Bucaq sütununa asılı qrafiki göstərilmişdir. Dönmə bucağın zamandan asılı qrafiki göstərilmişdir. Xətti sürətin modunun zamandan asılı qrafikini çəkin. Demişik ki, VT-dən asılı deyil.
bərabər sürətli hərəkətdir. Hansı qiymətindən? V bərabərdir omega r düsturundan istifadə. Niyə? Çünki omega bərabərdir fi bölək t, yəni 8 bölək 4. Vurulsun r-imiz də 2 metrdir. 2, o da bərabərdir 4. 4-dən sabit. 11-ci sualda deməli, dedi ki, çevrə üzrə hərəkətdirsə, onda V bərabərdir 3-dür sürəti. Deməli, kiçik t bərabərdir t bölək 4-dür. Yer dəyişməyə görə orta sürət Vs sual. Burada qeyd edirəm, deməli, Vs bərabərdir S bölək t'dir. S-imiz 4-də 1-də, 4-də 3-də kök 2 r idi. Kök 2 r bölünsün, t'nin deyənə t bölək 4. O da olacaq 4 vur kök 2 r bölünsün t. Digər tərəfdən VL bərabərdir 2 pi r bölünsün t'dən yerinə yazsaq, t'ni tapsaq, yəni 4 vur kök 2 vur r bölünsün. T'nin də yerinə yazacaq 2 pi r bölək v. V də qalxdı yuxarı, bərabərdir. Deməli, 4 vur kök 2 vurulsun r. R'lər ixtisar gedir. V 3'dür. Bölünsün. Bu V idi uşaqlar. Deməli, 2 vuraq 3. 3'lər də ixtisar getdi. Onda deməli 4 ilə də 2 ixtisar gedir. 2 vuraq 1 onda 4, 2 onda 8. Bunu digər üsulla da yazmaq olar. Məsələn, VL bölünsün VS bərabərdir. R bölək S zamanlar eynidir. L olacaqdır 4-də 1-də, yəni 2 pi r vur 4-də 1 bölünsün kök 2 r. R'lər ixtisar gedər. 4 ilə 2 ixtisar getdi. Pi bölünsün 2 kök 2. V'limiz 3'dür. 3 bölünsün Vs bərabərdir. 3 bölünsün 2 kök 2. 3'lər də ixtisar gedər. Vs bərabərdir 2 vur 1 onda. Deməli, kök 2 4 verir. 1 onda 4. Yenə 2 onda 8 olacaq. 12-ci sualda deməli, RA minus RB bərabərdir 0,2. VA minus VB bərabərdir 0,8. V bərabərdir omega R düsturundan. VA çıxaq VB bərabərdir omega vurulsun RA çıxaq RB və bərabərdir 0,8. Omega vurulsun 0,2 bərabərdir 0,8. Omega bərabərdir deməli 4 olacaqdır.